Salam uşaqlar, cümlə işləyirik və 11-ci sinifə aid 3-cü mətnə keçirik. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Gəlin başlayaq. Deməli, birinci dinləyirik mətni, ondan sonra mən tərcümə verirəm və keçirik suallarımıza. Ленькоран – один из древних и красивых городов Азербайджана. Город расположен на берегу Каспийского моря. Уникальными историческими памятниками Ленькорана являются комплекс мечетей и мавзолеев, Ленькоранский маяк и другие древние сооружения. Одним из интересных мест Ленькорана также является Ленькоранская крепость, которую построили в XVIII веке. Это известная древняя достопримечательность Азербайджана. Она была одной из основных крепостей столицы Ленькоранского ханства. На ее высоких каменных стенах стояли грозные орудия. Вокруг крепости были глубокие ямы, которые при обороне крепости заполнялись водой. В 1812 году Ленькоранская крепость была разрушена и взята русскими войсками. Русские потеряли при этом большое количество бойцов. После взятия Ленькоранской крепости был заключен Гюлистанский мир между Ираном и Россией. В крепости раньше находились две базарные площади – Большая и Малая. На этих площадях в начале 20 века построили две мечети. Эти мечети были основными в городе. Сейчас от них сохранилась лишь большая круглая башня из 41 красного кирпича. Так, dinlədiyiniz uşaqlar, indi də mən belə deyək də tərcümə edim, görək söhbət nədən gedir. Deməli, Lənkəran Azərbaycanın qədim və gözəl şəhərlərindən biridir. Şəhər Xəzər dənizinin sahilində yerləşir. Lənkəranın unikal tarixi abidələrinə deməli məscid və türbələr kompleksi, Lənkəran mayakı və digər qədim tikillər daxildir. Lənkəranın maraqlı yerlərindən biri də deməli 18-ci əsrdə tikilmiş Lənkəran qalasıdır. Bu Azərbaycanın məşhur qədim görməli yeridir. O Lənkəran xanlığının deməli paytaxtının əsas qalalarından biri idi. Onun hündür daş divarlarında qorxunc silahlar dayanırdı. Qalanın ətrafında qala müdafiə olunarkən su ilə deməli doldurulurdu. Doldurulan dərin çuxurlar var idi, belə deyək də, müdafiə olunarkən su ilə doldurulan dərin çuxurlar var idi. 1812-ci ildə Lənkəran qalası dağıldı və Rus qoşunları tərəfindən ələ keçirildi. Bu zaman deməli Ruslar xeyli sayda əskər itirdilər. Lənkəran qalası alındıqdan sonra İranla Rusiya arasında deməli Gülüstan sülhü imzalandı. Qalanın ərazisində əvvəllər iki bazar meydanı yerləşirdi, böyük və kiçik. 20-ci əsrin əvvəllərində bu meydanlarda iki məscid tikildi. Bu məscidlər şəhərin əsas deməli məscidləri idi. Hazırda onlardan yalnız 41 qırmızı kərpişdən tikilmiş böyük dərimi qala yaxud güllə qalmışdır. Belə və gəlin indi keçək suallarımıza. Oxuduq, gördük ki, söhbət nədən gedir və birinci, deməli 13-cü sual belədir. Həmişə kimi oxuduğumuz mətnin əsas ideyası, söhbət nədən gedir. Так, две мечети в Ленькоранской крепости были основными в городе. Deməli, Lənkəran qalasının iki məscid şəhərdə əsas olan da, yəni məscidlərdən idi. В Ленькоранской крепости находились две базарные площади. Lənkəran qalasında iki bazar meydanı var idi. На берегу Каспийского моря находится город Ленькоран. Deməli, Ленькоран şəhəri Xəzər dənizinin sahilində yerləşir. Ленькоранская крепость была разрушена в 1812 году. Ленькоран qalası 1812-ci ildə dağıldı. В древнем городе Ленькоран много исторических памятников. Qədim Lənkəran şəhərində çoxlu tarixi abidələr var. Əlbəttə ki, biz Y variantını seçirik.
Так, 14. Укажите неверное утверждение по тексту. Yani metnimize uygun olmayan, неверное. Gülistanский мир был заключен между Россией и Ираном. Rusya ile İran arasında Gülistan mukavelesi bağlandı diye. Так, орудия стояли на высоких каменных стенах Ленкеранской крепости. Silahlar Ленкеран қаласының hündür taş divarlar dayanırdı, düzdüm. Demeli, от мечети в крепости сегодня сохранились две каменные башни. Deyir ki, qaladakı məsciddən bugün iki daş güllə qalıb. Yox, уже düz değil. Вокруг Ленкеранской крепости были ямы, которые заполняли водой. Ленкеран қаласının ətrafında su ilə dolu çuxurlar var idi. Ленкеранская крепость – знаменитая достопримечательность Azərbaycanı. Ленкеран qalası Azərbaycan məşhur görməli yerlərindəndir. Bu уже düzdür. Deməli, C variantını seçdik. Burada o mətnə uyğun deyil. Так, дальше. Определите верный ответ на вопрос. Где были построены две основные мечети? Deyir ki, harda iki əsas məscid harada tikilmişdir deyə soruşur bizdən. Biz də bilirik ki, deməli bazar meydanında, düzdürmü? На базарной площади. Так, где были построены две основные мечети? Так. Угу. Дальше. Где были построены две основные мечети? Ага. Дальше. Так, дальше. Дополните предложение словами из текста. Мәтіннен biz devam etməliyik. Gülistanский мир был заключен после того, как, yani Gülistan belə deyək, müqaviləsi bağlandı. Nədən sonra bağlandı deyə demək istəyirik də biz. Və əlbəttə ki, Lənkəran qalasının alandan sonra da belə deyək. Gəlin indi onu yazaq. Так. 16'da bu şekilde yazırsınız. Deməli, взяли Ленкеранскую крепость. Yani Gülistanский мир был заключен после того, как взяли Ленкеранскую крепость diye 16'da bu şekilde yazırsınız. Дальше. 17'de напишите ответ на вопрос. Кем была взята Ленкеранская крепость? Ленкеран qalası kim aldı da belə deyək. Русскими войсками diye, Rus deməli əskərləri deyə yaza bilərsiniz ki, konkret olaraq. Ya da Ленкеранская крепость была взята русскими войсками deyə bu şəkildə də yaza bilərsiniz. Yəni sizə iki cür yazmışam. Дальше. Напишите одно прилагательное из текста, которое характеризует слово сооружение. Сооружение Azərbaycan dilində tikilidir, nə bilim, binadır da belə deyək. Soorужение deyilir. Və əlbəttə ki, qədim tikillər, tikintilər də deyəndə biz сооружение, древние deyə, древние сооружения deyə bu şəkildə yaza bilərik. Belə uşaqlar, sağ olun, görüşərik.